İmam Rıza hərəmində xuddamlardan, mühafizətçilərdən biri danışır bu hadisəni. Deyir, bir gün bir dənə kişi gəldi, başladı İmam Rıza əleyhissalamın şənini aşağı salacaq nalayıq sözlər deməyə başlayırdı. İmamın təhqir eləməyə, təhqir eləyirdi. Heç kim də ona heç də deyə bilmirdi. Çünki hamı onu tanıyırdı da, qorxurdular hamı orada. Həm güclü idi, həm varı dövləti tanınmış bir adam idi. Ona görə ona heç də deyə bilmirdilər. Həmin o xuddam təvəssül edir İmam Rıza əleyhissalama. İmam Rıza onun yuxusuna gələrək İmam Rıza'ya şikayət edir. Ya İmam, səni təhqir edir axı. Sən ona bir cavab olaraq bir bəla Allahdan istə. Allah özü ona cavabını versin də. İmam Rıza buyurdu ki, mən Rauf imamam da, mən düşmənimin də qapıma xoş üzlə qarşılayıram, dostumu da. Yəni mən ona heç şey eləyə bilmərəm. Deyir, günlərin bir günü yenidən həmin o kişi gəlir, İmam Rıza'ya nalayıq söz deyəndə bir dənə bir qüvvə qaldırdı, onu çırpdı həmin o kişinin yerə. Həmin an qaraldı, getdi, cəhənnəmə vasil oldu. Hamı heyrət içində idi ki, bunu kim belə oldu? İlahi bir lənət idi, bəla idi, bilmədilər. Həmin o xuddam, həmin ki, təvəssül eləmiş İmam Rıza, yenidən təvəssül eləyəndə ağaya yaxınlaşdı, yəni yuxuda gördü İmam Rıza ağam, dedi ki, ya İmam, bəs dediniz, mən ona heç şey eləməyəcəm, bəla göndərməyəcəm. Deyir, yox, mən ona heç şey eləmədim. O ki, orada mənə təhqir eləyəndə, ağa Əbəlfəz ağa, mənim əmim Əbəlfəz, həmin o hərəmdə məni ziyarət eləyirdi. Gördü ki, məni təhqir eləyir, qaldırdı, onu çırpdı yerə. Onun qeyrəti əl vermədi də, məni təhqir eləsin. Ona görə də onu qaldırdı, çırpdı yerə. Əbəlfəz ağanın o qədər böyük məqamı var, həqiqətən.